Hoş gelmişsiniz. Sağ ol, sağ ol. Sağ ol Ayra. Topları başına girdin bu koy. Evet, Topları başına çevirin. Gel. Topları başına gelin. Ayra. Çok sağ ol. Allah uzun ağabeylesin. Bizi getirdin baba yurduna. Bugün ayın 21'i güzel bir gündür. Novruz bayramını gelip o mutlu kendimde qeyd edirik. Allah Teala'nın arzum odur ki gelen bu vakti öz kendimizde, öz elimizde, obamızda geçirek bu bu yeni şenliğini. Buyur Aydın, sözü veririm sana. Doğrudan da bugün çok güzel gündü, sevişli gündü. Biz Azerbaycanımıza məxsus olan en güzel bayramını, Novruz bayramını gelip öz kendimizde qeyd edirik, doğma vətənimizdə. Bak bizim buraya gelişimizde, bu tonqalı yandırmağımızda, burada tanışmağımızda, gülməyimizdə, yeməyimizdə, içməyimizdə hamısı şəhidlərimizin qanı bahasına, qazilərimizin canı bahasına, ordumuzun gücü ilə, dünya səs salan Müzəffər Ali Baş Komandanımızın, hörmətli prezidentimizin güclü siyasəti nəticəsində alınmış torpaqlardır. Allah Teala şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Allah canlarını sağ eləsin, canları ağrımasın. Allah gülə-gülə döyüşə girən və zəfər gününü, zəfər qələbə bayramını çalan ordumuza Allah can sağlığı versin. Şükür bu günə ata-baba yurdundayıq. Amma çox təəssüflər olsun ki, gəlib əvvəl gördüyümüz kimi deyil. Yəni atamız, anamız bu kəndin, bu vətənin həsrəti ilə getdilər. Arzuluyurdular ki, vətənimizə qayıdarıq. Çünki onlar çox böyük əziyyətlə bu evləri tehmişdilər, başa gətirmişdilər. Bizim də uşaqlığımız bu kənddə keçib, yıxıla-yıxıla, yüyürə-yüyürə bu kənddə gəlmişik. Öz məhəlləmizdə bugün dostum bu qarın ata yurdunda tonqal qalamışıq. Allah rəhmət eləsin. Bütün Novruzunuz mübarək olsun, umutlu cəmaatı. Arz eləyirəm, gələn bu vaxtı Novruz tonqalını hələ öz qapısında yandırsın. Oğul toy eləsin, qız toy eləsin. Bu qapılardan, bu evlərdən toy səsi gəlsin, zurna səsi gəlsin, Qarabağ şikəstəsi oxunulsun. Şükürlər olsun bu günə və buradan bax belə tonqalın başından müraciət eləyirik bizim çox hörmətli Müzəffər Ali Baş Komandanımıza, 1-ci xanım Prezident Mehriban xanıma çox xahiş eləyirik. Bizim kəndimizə də bərpa işləri olsun, tapşırıqlarınız verilsin, sərəncam verəsiniz. Bizim kəndimizdə də bərpa işləri görülsün. Vallahi hər o bir kəndlərə köç olduqca bizim ürəyimiz yanır, ürəyimiz görünür. Bəs biz vətənimizə, ana yurdumuza ha vaxt gedəcəyik. Allah o gün eləsin, bizim kənddə də abadlıq işləri, bərpa işləri, evlərimiz remont olunsun və dağılmış evlər bərpa olunsun, gələk evimiz eşiyimizə yığışaq. Bir daha Allah şəhidlərə qəni-qəni rəhmət eləsin, Allah qazilərə şəfa versin, Allah ordumuzu qorusun, Allah prezidentimizi qorusun, ailəsi ilə, balalarla bir yerdə. Çok sağ olun, minnətlərəm. Sağ olun. Novruzumuz mübarək olsun. Sağ ol Aydın kişi. İndi isə keçək əsas məsələyə. Elimizin adəti olan yumurta döyüşməsinə umutluda. Buyur. Gel Yuska. Gel Yusuf. Şimdi hansınız yatır? Gel bura çek. Gel bura gel. Tamam. Atası çek. Oho. Gel bura Yusuf. Mehmet. Hansı gördün? Dende heyre yok ha. Neden galip geldi? Yok. Düz yüzüne vur. Düz yüzüne. Oho. Sen kırdın hala. Bilirsən də atası bu nədir dayısı? Bu demək olar ki vətən uğrunda döyüşüb qazi olan bax bu gözəl oğlanın, cavan oğlanın oğludur. Mənim də nəvəmdir. Allah sağlasın. Allah hamımızı sağlasın. Allah bu günə min şükür olsun, min şükür. Gəldi bu gün öz ata yurdunda Novruz bayramını qeyd elədik. Sağ ol Ayra.
İnşallah buradan da gelip bizim kapıda da tonqal İnşallah, yandırırıq. inşallah. İnşallah. Novruz tonqalı həmişə yanar olsun. Yani destek olacağız.